Baba buyur, sağlam qalmaq üçün necə qidalanmaq lazımdır? Siz necə qidalanmısınız? Evvela sağlam kalmak için birinci növbədə sağlam kalmak için insanın şuuru düz olsun. Başa düşsün ki ben hayat sürürüm. Neylemeyəm ki hayatı hamısı sevir. Ki yaşayabilirim, aileye bakım, böyüklük eləyim. Ona göre ben çok var. Hele kenti sevirəm, çok mal saxlamışam. Toyuğum da olub, malım da olub. Deməli, kənd məhsulundan, qidasından yemişəm. Şəhərdən yemişəm. Onun dadını verməyib. Yani məhdəl olunub, qonaq gələn bir şey git filan yerdə getir. Ancak qapıda çülpə kəsəni, o çülpə ilə müqayisə eləndə onu yeməli deyil. Ancak kentin məhsulu ilə qidalamışam. Nələr yemisiniz? Televizyon qatıqdan tutmuş, südündən tutmuş, eyranından tutmuş. Hər sər bir eyran içmişəm, bütün orqanı analiz edib. Yaxşı şeydir bağırsaqlar üçün. Ondan keçsin, televiz kim maşallah bizdə hamıyı getirir bazarda satır alır. Ancaq biz hələ həyətdə. Hansı televiz, yeməli televiz var, bizim kənddə var. Çekip de onu kollukçular vardır da derir, getirir, karıştırır, doğu pişirir, etten yakşıyor. Ondan sonra kutab pişirir, balkabak ekir o. Balkabak bunu ben çok severim. Getirir, pası pişirir, tükür başını yiyor. Bu gıdalarla ben bugüne gelip çatmışım. Der ki ay git hele pazarda bu yok. Yok torpakım var, hayatım var. Zahmet çekin, işteyim, tembellikle kazanayım, yiyeyim, ömür sürüm. İşləmək də sağlam qalmaq deməkdir. Ancak tez durmak, işlemek. İşlemek'in de kaydesi var. Normal işlemek ki da bedenin yorgunu sarmıyorsan, nagurusken sarmıyorsan. Onlar dermanın da odur, yemeğin de odur, her bir şeyin de odur. Umumiyetle kent məhsulu, kent gıdası dermandan da üstündür. Havası necə? Havası əla. Havası da başqa cür. Tüstüsü yok, bir şey yok. Hele seher durursan, Temiz hava. seher durursan serin külek vurur adama. İsterse bu küleği de çıkartırsan. Oturursa bak. Hele ki oturursa gün teze çıkır, bir usul koyup oturursa bakırsan bu tabiata bu şafa verir adama. Her gül görürsen bu meyve bu çiçeği var. O meyve o şey. Elbette gülün içinde şekil çektirirsen. Bu cür örek de onları isteyir ona göre. Kulluk demişim. Sağlam olub de bala. Ha, Sağlam kulluk demişim. olub de. O da mən də sağlam. Siz də sağlamsınız. Hə. Siz nə ilə qidalanmısınız, nə yemisiniz daha çox? Mən Meyvə. də hələ də onları. Meyvə. Hə, meyvə, armud, alma, qax, qoz bunları yemişik. Biz uşaqlar bunları yemirik. Biz yemirik. Bizde var tuş alması diyor o. Tuş alma. Tezdən durmusunuz siz də yuxudan. Hə, can. O 4'te 5'te seher. 4'te 5'te durur. Hamımız bir kırıkta düşür bakıp görür ki çay iki kafadan zaten üstünde, peçin üstünde, çaynikler 2 tane. Ondan sonra düzüp bir tüküp içmeği kalır. Aile bütün hamısı. Bu Bakır size. hastalıkla, bu eziyetle. Bir yerdə oturur, gedə, gelin, nə belə. Oturmuş. Onlar yukarıda olurlar. Biz hamımız bu tek koknada yatmağı da durmağı da pişirmeği da. Hamısı orada. Onun elinden çıkır. Köy, çörəklər. İndiki ailələrə nə deyə bilərsiniz? Möhkəm olsunlar deyə. Bax 71 ildir siz bir Vallahi- yerdəsiz.
Hele görmeden aile kurmuşsunuz, sevmeden aile kurmuşsunuz. Bəli, bəli, bəli. Böyüklər eləyir biz üçün. Böyüklər, biz yox. İndi gerek, uzun məsələdir. Uşaq bu ara filan kəsi istəyib, gedək onun yanına. Gedir, axırda gəlir, yola getmirlər. Ne tövsiye edirsiniz? Nece olsunlar? Necə olsunlar, bu işten böyük xəbər bilsin. Böyük kursun bu işi. Böyük kursun, oğlan da, o öğrenen oğlan da onun dalınca gelsin. Büyük hayır duası. Büyük hayır duası. Ne? Dört tane kardeş olup hele büyükler alır. Gelin onlar. Hamısı, Dört hamısı. kardeş. Böyükler Hele istəyir. bir kente. Biz Bir de razı kente olmuşuz. olmuş. Bəs necə ol? Bir de eve gelende mi görmüşsünüz kimdir gelin? Yoksa nece? Yani indi siz tanımısınız. Tanımayanlar olup da indi kimse atası gedib hansısa kənddən O al. vaxtı deməli kəntini qoymayıb Müşgürdən filan rayonuna gəlin almayıblar. Hələ qonşudur. Hələ kənddə bizim öyrənməyimiz hamımız hələ bir kənddədir. Bir kənddə Baştalabi kəndi. Baştalabi kəndi. İndi tölmərdir ya. Baştalabi küçük gidib. Yığcam, kolxoz olub, zat olub. Böyüklər gedib filan kəsi. Biz də bilirik ki, bu filan kəsdir. Daha bu kəndi qoyub Zarqoya getməyib. Başqa kəndə getməyib. Yaxşı, bəlkə bildiniz ki, atanız getdi bu kızı aldı. Eşidirsiniz də. Xoşunuza gəlməsə, razı deyilsinizsə necə? Bilirik. Bilirsiniz. Tanıyırıq. Böyükü Bilməyən bəs, tanımayan, məsələn, olmaya baxır. etiraz eləməyib. Yok yok. Olmaya baxır ki, mən nə bilim ki, başqa kəndə nə cür təxir. Yox, məsələn də ki, oğlan, ata kimisə dedi, odur da etiraz eləməyib də oğlan. O vaxtı yox. O vaxtı belə zat olmayıb ki, yo mən onu istəmirəm, bunu istər, olmayıb, görməmişəm. Bu mən. saat Ne olur kız, ne onlar. oğlan? Bu Yok, saat yok, 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 gideler hele kızlar Yok. hele. Bu saat o vakit olmuyor. Gidib, bana. danışıb, deyib ki, bəli, qardaşımla məsləhət edirəm, xəbər göndərirəm, bu cür olub. Uzaq deyil ki, maşınla getsin. Kənd yeridir, Tanıyırlar, ayaq bilir. yoludur. Tanıyırıq, adı, familiyası hamısını. Bir mektepte bu- okuyormuşuz. Hamısı. Gidirik bu evin zadına, həyatına. Mən bu axşam bu səbəbə görə qonaq gələcəm sizə. Götür arvadı da. Götür gəl. Hələ mən gedim filan yerdə, filan kesimi çağırıb, xeyr. Atı da. Əgər arvad gedirlər, salam, mələk, salam, filan kesən. Sən məni tanıyırsan, mən də səni də kəndçi yox. Mən bu səbəbə görə gəlmişəm. İndi ürəyi olsa, deyəcək, qardaşıma deyərəm, xəbər göndərərəm ki, bəs belə bir adam gələcək. O da deyir ki, bəli, yaxşı ailədir, bəli, gedə bilərsən. Onda deyir ki, gələ bilərsiniz, razılıq var. Ondan sonra götürür, ay, mən, o dör belə olur. Əgər arvad, indi bacısının kimisə, 3-4 nəfər, artıq deyir, salam, mələk, indi bizə söz ver, biz qohum bulaq. Baxır, deyir ki, tanıyır da, deyir ki, bəli, bəs sizinkidir. Gəlir o, bu saat yox, gəlir o, bana məsləhətləşir o. O vaxtı gəlin alan, buradakı dörnə olmayıb. Ona görə ki, bu saat, gəlin ki alırlar 5-6 deyiz, paltar, geyim. Qızılı bəyə, o cür elə olmayıb. O cür. Bir gelini misal üçün bir bolşası 500 manat götürür. Orada pul da yoktu, olmayıb. Mətə satıblar, bu işi görürlər. Tel yakanın deyib, belə pambıq parçalardan, pambıq, ipək o kadar olmayıb. Güllü çitlərdən bir dəst götürür, ay gelinimdir. Bu cür hayatınız ucur olub. Ucur olub. Hələ piyada, at, eşek olub həyatlarda, mal qarı olub həyatlarda. Mesela bağımız var, təndirlər var. Hər adamın 3-4 tane təndiri olub. Qurutur. Tonlarla meyve qurutmuşuq. Armud, alma,
cürbecür şeyler. O cürüne dolamış o. Hele o meyveni yiyende o hele bizi çok zaten. Vitamindir. Aslında herkesin özelliğinde de yüz yaşamaz. Bəli. Herkesin elindedir. Həkimi də elə üzüdür. Üzü bilməlidir ki, can bir dəfə tapır adam. İkinci dəfə tapa bilmir desə də. Ona görə başı işləyən üzünə fikir versin, canına fikir versin, kənd məhsulundan çox istifadə eləsin. Ancaq zəhmət çəksin, işləsin, qazansın ki, ondan yesin. Evet, demiş Ben de o söhbet takmayacağım valla.